Neçə oyun Sabah qalib gəldi Neftçi ilə. Kubokda da keçdilər, düzdür? Kubokda da bir dəqiqə. Ondan qabaq çempionat oyununu 4 dənə oynayıblar. 4 oyununda necə Ümumiyyətlə olub? son illərdə Sabahın statistikası Neftçiyə qarşı statistikası. Kuboku keçdilər mərhələni. Bax, Bu bir heç. deyirəm. Sonuncu oyunu Sonuncu oyun 1-0. Okay. Ondan əvvəl 1-1. Ondan əvvəl Neftçi evdə Kubokda 1-2 uduzub. Aha. Ondan əvvəl 1-1. Ondan əvvəl 0-0. Neftçi evdə Sabaha 0-2 uduzub. Neftçi evdə Sabaha 0-1 uduzub. Gələ 3 dənə proqress var. Neftçi evdə Sabah Neftçi 0-0, Neftçi evdə Sabaha 0-1 uduzub. Sabah Neftçi 1-1. Neftçi Sabahı sonuncu dəfə 2023-cü ildə məğlub edib. Söhbətə bax. Neftçi sonuncu dəfə Sabahı 2 il əvvəl məğlub edib. İndi sən onları hesablayırsan, mən bayaqdan neçə qalibiyyətlərini hesablayıram Sabahın. Ən azından 4 dəfə mən belə hesabladım ki, 1-0, nə bilim 2-1, Kubok oyunu daxil, sonuncu oyunda da 1-0. Yəni sən bu komandanı məğlub edə bilirsən. Neftçi 1-0 hesabı ilə 2023-cü ildə qalib gəldikdən sonra neçə oyundur? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 10 oyundur Sabaha qalib gələn. Ay sağ ol. 10 oyundur. Sənin sözünə də qüvvət, mənim əzizim. Ona görə də bu iki komandanın arasındakı həmin o intriqa, yəni bundan sonraki sezonlarda da yəni davam edəcək. Ən azından Neftçi istəyəcək ki, mən 2 ildir bu komandanı məğlub edə bilmirəm. Bunların nə cürsə pin kodunu qırmaq lazımdır da qardaş. Həmin açarı tapmaq lazımdır bunların qıfılına.